Salam, hər vaxtınız xeyir olsun maqlar. Bugün biz çox maraqlı bir mövzu ilə qarşınızdayıq. Həm də fərqli qonaqlarım olacaq. Gənclər olacaq və gənclərin dostları olacaq. Onlar çox maraqlı və sevimlidirlər. Onları tanıdıqca siz də çox sevəcəksiniz. Odur ki, diqqətiniz bizdə olsun. Mövzumuz ev heyvanlarıdır və artıq demək olar ki, açıqladım ki, qonaqlarımız kimlər olacaq. İzləməyə davam edin bizi. Gəlin ilk olaraq elə mövzumuzla bağlı sujetimizi izləyək. Sonra isə qonaqlarımla söhbətimə başlayacağım. Dostluq, dürüstlük, sevgi və sədaqət deməkdir. Bəzən bəslədiyimiz heyvanlar sevgi və sədaqəti ilə bizim ən yaxın dostumuza çevrilirlər. Onlar özlərinə dost bildikləri insanlara heç vaxt xəyanət etmirlər. İnsanlarla itlərin, delfinlərin, atların, pələng və şirlərin arasında olan dostluqlar haqqında çox eşitmişik. Amma onların içində elə dostluqlar da var ki, görənləri sözün əsl mənasında mat-məətəl qoyur. Maglar, onları siz də tanıyın. $20 ildir ki, alimlər insanlarla heyvanların münasibətlərini araşdırır. Araşdırmaların nəticələri isə alimləri belə təəccübləndirib. Belə ki, tədqiqatlar nəticəsində ev heyvanı saxlayan insanların daha xoşbəxt və sağlam olduqları ortaya çıxıb. Bu dostlarımızla vaxt keçirmək orqanizmdə serotonin və dopamin hormonlarının istehsalını artırır. Bu isə özünüzü yaxşı hiss etməyinizə səbəb olur. Ev heyvanlarını sevməyən insan tapmaq çox çətindir. Çoxları evində bəslədiyi sevimli pişiyi, iti və ya tutuquşunu ailəsinin bir üzvü hesab edir. Hətta bu canlılara sərvətlərini miras qoyanlar da var. Amma elə məşhurlar var ki, onların evdə saxladıqları heyvanlar adət etdiyimiz canlılar deyil. Rəqiblərini amansızcasına nakauta salan, gündəmi cəngavər hərəkətləri ilə alt-üst edən Mike Tyson evdə ağ göyərçinlər saxlayır. Döyüş filmlərinin təkrar olunmaz siması, Hollywoodun məşhur aktyoru Arnold Schwarzeneggerin ən yaxın dostu uzunqulaqdır desəydilər, inanmazdır. Amma maglar, bu həqiqətdir. Nüfuzlu mükafatlar sayılan Oscar və Qızıl Qlobus sahibi Hollywoodun aktyoru Nicolas Cage evində hər kəsin qorxduğu, yalnız kinoda görməyə üstünlük verdiyi, adını belə eşidəndə canımıza vəlvələ salan kobra bəsləyir. Qonşudan qalma geri prinsipinə əməl edən əslən Kanadalı müğənni, aktyor və model Justin Bieber də evdə balaca piton saxlayır. Bəlkə də bu nəhəng ilan növü artıq böyüyüb, amma bu Justinin ona olan sevgisinin azalması üçün səbəb deyil. Amerikalı aktrisa və müğənni Miley Cyrus isə həmkarı Justin'dən fərqli olaraq evində miniatür donuz saxlayır. Maglar, indi gördünüz ki, biz qorxduğumuz heyvanlarla belə dost ola bilərik. Hətta nə qədər qəribə olsa da, ilanlarla da. Dərin düşünən, mənəviyyatı zəngin insan Tanrının yaratdığı hər canlıya sevgi hissi ilə yaxınlaşmalıdır. Gördüyü hər canlını yaradanın yaratdığı və onun qarşısına çıxardığı bir möcüzə kimi qəbul etməlidir. Onları çalışın sevin və əsla incitməyin. Sujetimizi izlədik və studiyamızda qonaqlarımız var. Maqlar, diqqətiniz bizdə olsun. Çünki gördüyünüz kimi bizim vəfalı dostlarımız studiyamıza qonaq gəliblər. Təbii ki, öz sahibləri ilə birlikdə. Həqiqətən də burada çox həyəcanlı anlar baş verir. Çünki yanımda Puja dayanıb. Çox şirindir. Və digər Nex, Linda və kim? Lilu. Gəlin onları yaxından tanıyaq. Görək neçə müddətdir ki, sahibləri ilə birlikdədirlər. Ümumiyyətlə, özlərini ağılı apara bilirlərmi və s. hansı maraqlı xüsusiyyətləri var? Başlayaq Samir sizdən. Təqdim edin zəhmət olmasa Lilunu. Neçə yaşı var? Lilu 3 aylıqdır. 3 aydır ki, məndədir. Burada Azərbaycandadır. Deməli, belə itlər Bakıda istəyirik ki, artımı daha çox olsun. Çünki əslində bu it bütün itlərdən fərqi odur ki, ümumiyyətlə yəni heç bir genetik dəyişikliyi olmuyor bu itlərdə. Yəni alimlər yəni bunu formalaşdırıb yeni bir növ əmələ gətirməyiblər. Yəni bütün itlərdən fərqli olaraq bu itlər ümumiyyətlə bir
birinci sırada durur ki, canavarla birbaşa əlaqədədir. Çox nadir it növlərindən biridir. Heç vaxt tabe olmur insana. Yəni ki, o özü öz sahibini seçir, özü öz dostunu seçir. Demək olar ki... Yəni indi necə başa düşək? Lilu sizi seçib? Bəli. Necə bütün seçdi balalar görəsən? arasından özü seçdi. 5 bala idi. Bir müddət mənimlə yaşadılar və ondan hansı məni qəbul elədi, onu götürdüm. Onu hardan bildiniz ki, sizi qəbul elədi? Yox. Onu bilirsiniz, mütəxəssislər daha yaxından hiss edir. Yəni belə sizə çatdıra bilmərəm. Və O Samir nədən söylədiniz ki, bildim məsələn mən 3 onu. aylıqdır da Lilu. Bəli. Yəni 3 aylıq yaşı var bunun, yoxsa 3 3 aydır aylıqdır. sizdədir? 3 aylıqdır, körpədir. Yəni Maraqlı. bunlar Və çox nə boyda böyük olur o olur. böyüdükcə? 70-65 sm qədər olur, 40-45 kiloya qədər, 50 kiloya qədər çatdırmaq olar bunları. Elvin, indi isə Lindanı istəyirdik ki, tanıyaq, onu bizə təqdim elə zəhmət olmasa. Linda Alman qurdudur, dişidir. 3 ay yarımlıqdır. Gürcüstandan gəlib bir ay bundan qabaq. Yəni səcərəsi var. O da onun yəni safqan olduğunu sübut eləyir. Bəs ümumiyyətlə Lindadan qabaq başqa ev heyvanları saxlamısınız yoxsa? Olubdur. Məsəl üçün Sibir sincabı olubdur, adi ağ sincab olub, mutant Avropa gedir onlar. Dovşanlar olubdur, məsəl üçün meymun olubdur, iguana da olubdur. Maraqlıdır, bu qədər müxtəlif növdə heyvanları yəni saxlamağı Eyni vaxtda bacarmısınız. olmayıbdır da yəni. Bəli, ümumiyyətlə bunları necə əldə etmisiniz? Yəni biz bu necə deyim sizə, standart sənədlər var da, hansı ki bu sənədlər əgər sizdə olsa, beynəlxalq dərəcədə siz oyundan istədiyiniz heyvanı istədiyiniz ölkəyə apara bilərsiniz. O sənədlər də onu sübut edir, məsəl üçün CITES, yəni bu heyvanın evdə doğulduğunu sübut edir. Yəni bu heyvan Afrikadan və yaxud qırmızı kitaba düşən başqa bir heyvan deyil yəni. Necə deyim, vəhşi təbiətdən tutulub gəlmə deyil. Aha, Linda həqiqətən də yəni studiyaya daxil olduğu andan mən deyim ki, çox belə pozitiv və dost canlı bir heyvan kimi özünü təqdim elədi. Gələn kimi başladı hamısı ilə tanış olmağa və sair gücünə sakitləşdirmişik. Hazırda burada istirahət eləyir öz aləmində. Və bu arada mən istəyərdim ki, əsəbləşən və burada öz əsəbi səslərini çıxaran Busiyanı tanıyım. İstəyərdim ki, onu təqdim edəsiniz. Deməli, mənim pişiyim Puzya, Şotland cinsidir. Hardasa 1 yaşı yarımdadır. Sadəcə o biraz narahatdır, qorxur. Yəni tanımadığım Təbii ki, mühitə qorxmalıdır düşüb. burada onun. Çox əzəli rəqibləri, düşmənləri dayanıb. Normaldır həyəcanlanmağı. Doğrudan çox gözəl, yəni bir növdür, cinsdir deyərdim. Gözləri ümumiyyətlə çox iridir və qəhvəyi rəngli göz içi var və qara göz almacıqları var. Necə əldə etmisiniz bu pişiyi? Mən ümumiyyətlə çoxdandır pişik arzusundaydım və hardasa il yarım bundan qabaq yaxın bir dostum bunu mənə hədiyyə elədi. Düzü mən seçmədim, yəni pişik də məni seçmədi. Yəni sadəcə hədiyyədir və ondan bir yerdə o bayana birlikdəyik biz. Bəs hansı kaprisləri var Puzyanın? Ümumiyyətlə Puzya çox rahatdır, yəni evdə heç bir narahatçılıq yaratmır. Yəni heç hiss eləməzsiniz ki, evdə pişik var. Sadəcə olaraq tanımadığı mühitə düşəndə biraz aqressiv aparır özünü. Belə çox yəni rahat pişiklərdir. Və bizim sonuncu dostumuz Max. İstərdim ki, Cavid, sən onu təqdim edəsən bizə. Və mən istərdim ki, soruşum, görüm, yaxınlaşsam sizin dostlarınıza məni dişləməzlər. Mən biraz kontaktda olmaq istəyirəm onlarla. Əgər o ürəyinizdə o qorxu varsa, yaxınlaşsınız, o təbii ki, olacaq. Yox, mənim ümumiyyətlə heyvanlara qarşı heç bir qorxum yoxdur. Mən çox sevirəm heyvanları. İndi məni dişləsələr, bilmirəm necə olacaq. Linda. Lilo. Lilo. Cavid, buyurun, siz istəyirsiniz məlumat verin. Beləliklə, bu it məndə anadan olandandır. Çünki bunun ilk öncə anasını saxlamışdım. O da mənə çox belə maraqlı bir yolla gəlib çıxmışdı. Bizdə evdə öncə balıq, papuqay və s. kimi ev heyvanları saxlamışıq. Lakin bir günləri yaşadığım əraziyə yaxın bir yerdə dostumdan keçəndə yaralı bir it gördüm. Bunun anası idi. Mən heç bilmirdim hansı növə aiddir, bu ümumiyyətlə ev heyvanı deyənicə. Yaralı idi, yaralı vəziyyətdə buraxmışdılar. Qulaq hissəsi 4 barmaq qalınlığında yaralanmışdı və qulaq sallamaq dərəcəsi çatmışdı. Baxmayaraq ki, o vaxtacan it saxlamamışdım, ürəklədim, yaxınlaşdım və onu gətirdim evimizə doğru. Birinci günlər düz evə icazə vermədilər, özünüz bildiyiniz üçün evdəkilər. Adi bir pişiyi evə güclə gətiririk, bizlər ümumiyyətlə. Yəni əslində elə bir problem yoxdur, sadəcə olaraq hər kəs işdə və s. məşğuliyyətlər olduğu üçün onları saxlamaq problem olur. Ona görə də ev heyvanı da elə ki, hər zaman onlara diqqət göstərmək lazımdır. Ən əsas elə ona görə diqqət edir ki, sən bunu axıra baxa biləcəksən, yəni ki, o əziyyətini çəkmək, gizdirmək, çimizdirmək və s. Və eləliklə nail oldum öz istəyimə. Həmin gün 3 gün icazə vermədilər, 3 gün heytə bağlamışdım, dostum bağı var idi.
3 gündən sonra elə oldu ki, yağış yağdı və mən qalxmadım evə. Həmin itin yanında oturmuşdum. Və evdəkilər bir neçə çağırandan sonra dedim, ya ikimiz bir yerdə, ya da qalxmayacaq da. Və o formada ikimiz də bir yerdə qalxdıq. Yağışdan sonra düşürdəcəkdim. Elə ondan sonra da saxladım həmin iti. Bəs hər hansı bir kaprizi varmı? Yəni ümumiyyətlə göstərdiyi, necə ev heyvanıdır belə deyək? Səmimi etiraf edəcəm, deyilənlərə görə dünyanın ən qorxulu it növü sayılır. Pitbull, staff. Bu pit staffdır, pitbulllə staffın qarışığı. Lakin bunlarda mən ən çox diqqət elədiyim an odur ki, olduqca yiyələrinə qısqancdılar. Hətta belə yaxın qohumlar və məsələn qardaşımın oğlu gələ bilər. Əlimə götürəndə bir dənə qucaqlayıb öpən kimi onun reaksiyası dəyişir. Çox qısqanırlar yəni. Yəni ikinci növdə odur ki, bunlarda digər itlərdə də var o xüsusiyyət, lakin bunlar daha çox inkişaf edib. Yəni ehtiyac bilmirlər ki, yeyə hər hansı bir komanda versin ki, məni qoru. Hətta belə dostlarla bəli, özləri çox hissiyatı çox güclüdür o mənada. Dostlarımız hətta bəzən zarafat edirik. Zarafatla biraz səs ucalanda artıq məqsəd öz bildirişini bildirir ki, yəni ki, mənim xoşuma gəlmir bu reaksiya. Və hazırda dostlar, mən dünyanın ən təhlükəli itinə doğru yaxınlaşıram və yəqin ki, tüşləməz də mənə. Onsuz da ağzı bağlanıb. Əslində, ağzı açıq idi. Sadəcə olaraq burada gördüyünüz kimi pusiyamız var, nazlı, qəmzəli. O qorxmasın deyə, o qorxub qaçmasın deyə istədik ki, daha təhlükəsiz bir şərait olsun və Max'in də ağzını bağlamış olduq. Max yəqin ki, inciməz bizdən. Necəsən, Max? Yəni ki, əhvalın yaxşıdır, Maqın studiyasındasan. Yəni bizim insanlar ən çox deyir ki, məsələn bu paroda qorxulu parodadır. Yəni çoxsa məsələn olur ki, mənim yanıma gətirirlər təlimə ya hansısa bir şeyə görə gətirirlər, deyirlər ki, bizdə evdə uşaq var, nə var, ayrı nəyə görəsə. Bəs istəyirik ki, bu belə qorxulu. Əslində, yəni mən sizə onu demək istəyirəm ki, bununki pastayan səhər, axşam gəzsin, qaçsın, ya nə bilim hansısa bir məşqlər eləsin. Bağlayırlar 4 gün, 5 gün açmırlar. Ondan sonra açandan sonra bu enerjini çıxartmalı da başlayır öz yiyəsinə qayıtmağa. Yəni ki, o bizim insanlardadır. Məndə özümdə hal-hazırda evdə 6 dənə it, bir dənə pişik var, 17 yaşında, 17 ildir mən o pişiyi saxlayıram. O itlərdən heç biri məndə yer var. Yəni ki, onlar səhər, axşam açır. Mən o itdə avçarka, məsələn, məndə var ki, Alman avçarkası da var, Avropa avçarkası da var. Yəni onların adicə olan deyirlər ki, çox ağıllı olurlar. Mən onların özünü də bağlayım, aylarla açmayım. Ondan sonra açım, əlbəttə mənə də gəlib işləyə bilər. Ya başqa bir adama nəsə xəsarət yetirə bilər. Mən artıq sayını itirdim. Neçə pişik, neçə it var evdə? Məndə bir pişikdir, 6 it bir yerdədir, 4 it bir yerdədir. Biz özümüzə güclə baxırıq. Sən o boyda heyvana necə baxırsan? Mənim işim var, mən təlimçiyəm. Aha, yəni təlimçi ola bilərsən, amma yenə də onları necə saxlayırsan? Mən 12 yaşımdan bu iş, yəni 12 yaşımdan bu işin içindəyəm. Bütün artıq həyatımı onlara həsr etmiş olursan. Təbii ki, mən ola öz istəm bir gün görməsəm, mən ürəyim rahat olmasın. Artıq övladların kimi olub, sənin üçün onlar. Bəs maraqlı başqa sizin ev heyvanlarınız var? Yəni bunlardan başqa. Samir, siz bildiyiniz qədərilə Bakı Heyvanat Parkında çalışırsınız. Bəli, mən Bakı Heyvanat Parkının ornitoloquyam. Ümumiyyətlə bütün heyvanlar, tək itlər deyil, adi zooparka gəlirlər. İnsanların heyvanlara qarşı çox böyük aqressiyaları var. Ona görə bütün heyvanlar aqressiv olar. İstər itdir, istər bir şeydir, fərqi yoxdur. Aqressiya dedikdə nəyi nəzərdə tutursunuz? Yəni İnsanlar qorxduğu şeyə qarşı daha çox gedirlər və istəyirlər ki, o şeyə qəzəbləndirsinlər, görsün nə reaksiya olacaq. Gəlirlər məsələn zooparka şirə daş atırlar, taxtada, görüm onun reaksiyası nə olacaq. Əl hətta belə uzadırlar. Yəni ona görə gərək insanlar biraz fikirlərini dəyişsinlər. Məsələn parklarda gəzərkən uşaqları buraxırlar, məsələn itdir. Və yaxud da bu balaca, və yaxud da bunlar böyüyəcəklər. Hər hansı bir insan gəlir, daş atır, və yaxud da söyür, deyinir, və yaxud da nəsə artıq bir sözlər deyir. Yəni bizdə iki təbəqədir. Heç heyvanları sevməyənlər, bir də çox heyvanları sevənlər. Məsələn, görürsünüz, qardaş çox gözəldir, küçədən tapıb anasını, hər adam belə şeylər eləmir. Məsələn, ya da alırlar ancaq özünü göstərmək üçün 2 gün, 3 gün demişkən qardaş iti aparır, saxlayır, orada bağlayır, iqruşka kimi. 2 gündən sonra gətirir qaytarır, istəmirəm. Nə istəyirsən elə, mən o həzzi özümdə öldürdüm, o adrenalini hiss elədim. Və yaxud da pişik, o xanımın əlindəki pişik çox qeyri-adi növdür, ona lilov rəng deyirlər, onlar çox redki pişiklərdir. Yəni bu rəng ümumiyyətlə salaq qulaq bir şeylər ümumiyyətlə bunların bu rəngi çox qeyri-adi bir rəngdir, çox redkidir Azərbaycanda, onu sizə demək istəyirəm. Bəli. Qaldı ki, elə insan var ki, it saxlayır, ağzını açır, buraxır, gəzir. Onlara görə də bizə söz gəlir. Ona görə çox, yəni ki, çox... Mən istəyərim ki, biraz da Linda haqqında danışaq. Linda. Yox, Linda deyir ki, yox, gedir. Siz öz söhbətinizi eləyin, mən burada qəşəng uzanmışam. Bugün biraz yorulubdu, bayaqdan gəzirdik şəhərdə biraz. Ona görə elə bura gəlinə kimi, biraz dincəlsin. Çox, yəni bunun qulluğundan istəyərdim danışardım. Çünki qalın belə tük örtüyü var gördüyüm qədərilə. Tükləri uzun olduğuna görə mütəmadi daramaq lazımdır, o mütləqdir. Tük tökmür ki?
Yəni Tük problem yoxdur. hər elə. heyvan tük tökür mən demək olar ki. Həftədə neçə dəfə yunur o Linda Yuyulmaq əslində bunun elə bir necə deyim sizə, bunun peyvəndləri vurulubdur. Peyvənddən sonra müəyyən bir vaxt keçməlidir ki, üzdürməyə. Həm də evdə olduğuna görə gəlir, məsəl üçün nə məski ilə təmizlənir və ya salfetlə. Ondan sonra yəni evdə normal ailə ilə bir yerdə oturur da özündə. Elvin, mən bildiyim məlumata görə ümumiyyətlə itləri nə qədər yusan da onların tüklərində yəni müəyyən bakteriyalar iyləri var. qalır. Yəni nə qədər təmizlənsə də o yenə də çirkli qalır. Yəni sağlamlığa müəyyən zərərləri Yox, var. çirkli qalmır, çirkli qalmağıdır. Sadəcə itlərin dərisi yağ ifraz eləyir. O yağlılıq sudur, soyuqdur. Yəni onları tab gətirmək üçün, dözmək üçün belə onları yəni o çirkləmə söhbəti də yəni orada. Aha. Bəs maraqlıdır. Max'in bacarıqları varmı? Onu məsələn əhliləşdirərkən deyək də, evinizə uyğunlaşdırarkən hansı çətinlikləri çəkdiniz və necə uyğunlaşdırdınız? Düzün desəm, ən çox təriflənən it növü ovçarka sayılır təlimə görə. Lakin ətrafda saxlayanlar var, yəni ki, onlarda əziyyət daha çox oldu, nəinki məndə. Mən öz itimə 8 dənə komanda, yəni ki, müəllim yanına getmədən özüm öyrətdim. Yəni internet vasitəsilə özüm nələr öyrətmisən? Misal üçün oturmağı, sitəyəcək, mən düz rus dilində öyrətmişəm. Lapalarını verir, sağ, sol. İndi göstərmək olar bizə? Bəli, əlbəttə. Bəlkə göstərə bilərsiniz. Amma onun üçün gərək ağzını açın. Açın, buyurun. Problem yoxdur. Yəqin ki, Puşa qorxmaz. Max. Aha. Puşa artıq öz reaksiyasını göstərməyə başlayır. Yo, narahat olmayın, o heç nə demir. Sitəyəcək. Дай лапу. Другую лапу дай, Макс. Макси, другую лапу. Молодец, Макс, лежать. Hətta hürüdürə də bilərəm komandayla. Hirsin. Biraz Bəlkə eşidək səsini. Hə, yaxşı, qoy gördüyünüz kimi Puşa burada. pişiyin qorxusu olmasaydı hətta onu da Bəli. mümkün idi. Öz reaksiyalarını göstərir, Bəs siz qorxur. Bəs digər heyvanlar məsələn göstərə bilir nəsə, yoxsa onlara öyrətməmisiniz? Bu hələ baladır, yəni açıq. Sitəyəcək. Bunları öyrətmək üçün biraz tezdir. Yəni mən biləni 7 aydan sonra əslində yəni öyrətmək olur əsas yəni komandalara deyək də. Çünki ondan əvvəl məsələn yəni fu deyə bilərsiniz ki, nəyisə götürmək istəyəndə yerdən onu götürməsin. Bu bir tərəfdən otur məsəl üçün yanıma gəl. Yəni yüngül komandalarda belə deyək, onları öyrətmək olur. Belə deyim, itin hər hansı bir komanda öyrətmək üçün gərək psixoloji olaraq özün onu dərk edəsən. Yəni ki, mən misal üçün funu öyrətmək üçün mən söylədiyim kimi iti öncə saxlamamışdım. Funu öyrətmək üçün fu komandası, yəni olmaz komandasını öyrətmək üçün nədən başladım? Yeməyi qoyurdum itin qabağına, təzə gətirmişdim və İt yeməyə doğru gedirdi, acmışdı, icazə vermirdim. Deyirəm, fu, sizəcək. İt oturur, gözləyirdi. Təzən getmək istəyirdi, təzən fu, sizəcək. O növdə 3-4 dəfə eləyəndən sonra özüm icazə verirdim. Və çöldə ola bilər də, məsəl üçün, iyi, xoş gələn sümük və s. tapsa, mən icazə vermədən o mümkün deyil ki, onu toxunsun. Beləliklə də mən heç vaxt icazə verməmişəm. Maraqlıdır həqiqətən də. Bəs sizin məsələn təklif edəcəyiniz hər hansı bir üsullar varmı? Bizi izləyən izləyicilərimiz də ola bilər ki, onların da ev heyvanları ola bilər. Yəni necə tərbiyə edə bilərlər öz ev heyvanlarını? Kinoloq olduğuma görə, yəni öz itlərimə necə öyrətmişəm? Yəni mən itləri həyətdə açsam, ya harasa gəzdirsəm, ya açıb harasa getsəm, yəni heç kəs kimsə ona yemək versə, onlar yeməyəcək heç biri. Nəyə görə məsələn mən onlara elə öyrətmişəm ki, yəni heç kəsin əlindən Məsələn necə olub? Tutalım siz gəlmisiniz. Mənim də əlimdə yemək var, sizin də əlinizdə yemək var. Tutalım məndə məsələn Mira ləqəbli it var. Məsələn siz ona yemək verirsiniz, mən komanda verirəm fu. Pavadokdan çəkirəm, yəni ipindən çəkirəm, fu deyirəm. 2 dəfə, 3 dəfə elə eləyirəm. Amma it yaxınlaşdıram, itə özüm verirəm, nə yeyək, yəni ye. İt əlimdən yeyəndə mən icazə verirəm ona yemək. İt bilir ki, mən kimin əlindən yeməliyəm, kimin əlindən. İt də onun iydən götürür. İyindən götürür ki, kimin əlindən yemək lazımdır. Bəli, həqiqətən ümumiyyətlə belə bir deyim var ki, itlər ən sadiq heyvanlardır da, yəni heyvanlar içərisində. Amma pişiklər elə deyil, təəssüflər olsun ki, pişik kim ona yemək verirsə onun yanına qaçır və başlayır onunla dost olmağa. Elədir Pujada, yoxsa? Düzdür, pişiklər haqqında deyirlər, pişiklər nankordur, sevgilərini göstərir. Amma pişiklərin də öz sevgisini göstərmə tərzi başqa cürdür. Yəni bunların temperamenti biraz başqa cür olur. Məsələn, evdə mənim əlimdən yemək yeyir, gəlir mən harda yatsam, gəlir mənim yanımda yatır. Amma sığalı çox, məsələn, çox toxunulmağı, çox sığallanmağı sevmir pişiklər. Sevmir. Hə. Amma bütün canlılara aiddir. Mən belə düşünürəm ki, bayaq dedi it haqqındakı seçir, pişiklər də elədir. Onlar seçirlər özlərinə bir nəfəri. Onu seçirlər və daima ona daha çox meyli göstərirlər, sevgi göstərirlər. Amma it qədər elə deyil, razıyam yəni. Pujanın yəqin ki, lap uşaqlığından artıq Bəli, körpəliyindən saxlamışam. Onu necə öyrətmişsiniz, məsələn, çölə çıxmaq lazım olduğunda və s.
Yəni stolun üstünə adətən çıxırlar pişiklər, yəni yemək və s. olanda. Bir dəfə, iki dəfə olmaz? elə bil ki, o süfrədə heç nəyə əl uzatmaz. Yəni heç vaxt stolun masanın üstünə çıxmaz. Yəni toxunmaq istəyəndə əlimizlə itələmişik, yəni çəkmişik, o başa düşübdür. Daha çox bu işlərə mama baxırdı. Bəs Pujadan qabaq başqa ev heyvanınız olub yoxsa? Ev heyvanım mənim olub ümumiyyətlə, dovşan saxlamışıq. Hal-hazırda 2 dənə balaca tutuquşu saxlayırıq. Biri danışır onların. Maraqlı hansı sözləri danışa bilir tutuquşu? Tutuquşu danışır, aşkım deyir. Adı Şoşudur. Şoşki, nə bilim özünü əzizləyir. Tutuquşu Lyoçik deyir. Nə bilim Xaroşi deyir, mamaşı, aşkım falan belə sözlər deyir. Birazdan cümlələr də qurmağa başlayacaq. Hə, yəni təxminən qurur. Bir də danışır, amma tam başa düşmürük nələr danışır özü üçün. Aha, bəs sizin nə vaxtsa heç pişiyiniz və yaxud da ki, başqa heyvanınız olub? Pişik yox, sözün düzü pişiyə qarşı sevgi var, lakin belə deyim də, ona bir xeyir görməyəcəmsə müəyyən mənada. Yəni ki, adi qapını döyürlər, bu öz bildirişini göstərir ki, yəni qapı kimsə yaxınlaşır və ya hər hansı xırda bir hörmətsizlik və ya ucalan səs olanda bu bildirir. Amma pişiklərdə elə deyil, hətta belə yiyəsə, qarşı xəsarə yetirsələr qaçıb deyəcək ki, canını qutarsın. Aha, biz artıq söhbətimizi yekunlaşdırmalıyıq, amma mən istərdim ki, son olaraq kinoloq kimi Elvinin də fikirlərini öyrənim. Ümumiyyətlə, ev heyvanları saxlayan, xüsusən də itlərin sahibləri nələrə daha çox diqqət etsinlər? Əsasən birinci növbədə yaxşı qulluq eləmək lazımdır. Necə lazımdır? Yəni elə insan özünə necə baxırsa gərək onlara da elə baxsın. Səhər gəzməkdir, axşam gəzməkdir, yeməkləridir, vitaminlər vaxtı-vaxtında, iynələrdir vaxtı-vaxtında vurulmalıdır. Yəni ki, çox insan belə baxır, deyir ki, məsələn biz Bolqar biberi kök, çuğundur, biz yeyirik. Deyir it onu yeməz. Niyə yeməz? Halbuki mən öz itlərimə saat 5-də Bolqar biberi kök, çuğundur verirəm. Günorta saat 1 tamamda pəhriz tvaroku verirəm yarım. Yəni onları qulluq eləmək, özünə necə baxırsan elə baxırsan. Əgər özünə pis baxacaqsansa, onda saxladığın heyvan da pis olacaq. Əgər özünə yaxşı baxacaqsansa, ona da. Yəni çalışmaq lazımdır, yaxşı baxmaq lazımdır. Və ya baxa bilməyəcəyiniz halda əldə eləməyin o heyvanları. Çünki bəzən saxlayırlar müəyyən dövr. Ondan sonra belə bezəndən sonra və ya bir bal çəkimi görəndən sonra... Çoxsu da deyir ki, çox insan da məsələn deyir ki, mən iti saxlayıram, amma ki it mənim həyatımı qorumur, gələn adama hürmür, ya kiməsə eləmir. O bilsiz nədən asılıdır? Onu yaratmayıb. O yaratsa... Onu mən də demək istəyirdim, qardaşınızın sözünü kəsirəm. Bu məsəl üçün deyirlər, bu it aqressivdir, bu it belədir, bu it elədir. Əslində heç bir it nə aqressivdir, nə ağılsızdır. Əsas günah onun olur sahibində. Bu baladır, bu şuursuz heyvandır. Buna sən dərs verməlisən, uşaq kimi böyütməlisən. Adi bir dənə öz uşaqlığı yadıva sal, yəni onun elədiyi səhvlərin qat-qatlarını insan olaraq sən eləmisən. Ona görə insanlara mən həmişə deyirəm ki, yəni aldığım məsəl üçün 2 gün nəsə bir problem oldusa, bezib nə çölə atmaq lazımdır, nə də məsəl üçün kiməsə hədiyyə vermək lazımdır ona. Və elə şeylərə fikir vermək lazımdır. Bütün valideynlərdən xahiş eləyərdim ki, övladlarını çölə həyətə buraxmazdan qabaq, onlara ilk öncə mehribançılıq və heyvanlara qarşı olan diqqəti öyrətsinlər. Yəni onlara qarşı o cürbəcür səslər və ya daş atmalar falan yox. O bizdə var, onu düzdür. Məsəl üçün, adi mən küçədə itlə gəzirəm, bala itdir də. Mən çalışıram ki, uşaq zad olanda, məsəl üçün, gəlsin, sığallasın, kontaktda olsun heyvanla. Görürəm ki, valideyn deyir, şuluq eləmə, sən ataram ham-ham yiyər, nə bilim, ya uşağı öyrədirlər daş at ginə. Yəni, o normal bir şey deyil o, məsəl üçün. Mən sizin fikirlərinizlə tamamilə razıyam və əlavə olaraq demək istəyirəm ki, itlərə qarşı o aqressiyanı göstərən insanlar sadəcə onlara qarşı deyil, bütün heyvanlara qarşı bu cür aqressiv münasibət göstərirlər. Yəni, bu cür məsum pişiklərə qarşı belə onlar aqressiya göstərirlər və onları incitməyə çalışırlar. Təbii ki, bu cür hərəkətlər qəbul edilməz və yol verilməzdir. Çünki heyvanların da hər zaman sevgiyə və qayğıya ehtiyacı var. Mən təşəkkür edirəm hər birinizə gəldiyinizə görə. Sizi və dostlarınızı tanıdığıma çox məmnun oldum. Və bugünlük efirimizi də artıq yekunlaşdırırıq dostlar. Maraqlı mövzularla hər gün 19:20-də Azərbaycan televiziyasının efirində sizin qarşınızda olacaq. Bizi izləməyə davam edin. Görüşərik.